Aha, səsim gəlir müəllimələr? Səsim gəlir müəllimələr? Bəli, müəllimə gəlir. Aha, okay. Təkrar olaraq, özümü təqdim edim. Mən Fidan Dünyamalızadə. Ağdam Akademiya tərkibində məktəbəqədər təlimçiliyə, başlamışam. Məktəbəqədər müəllimlərə həm miqə, həm də sertifikasiya dəstəyi üçün videolar çəkirəm. Təkrar olaraq deməyimin səbəbi odur ki, videonu təkrar olaraq açmışam. Ona görə mən də, həmin cümləmi, həmin başlığı təkrar etdim. Məşğələnin idarə edilməsi mexanizmləri olacaq bugünkü dərsimiz. Təkrar edirəm, prosedur, gözlənti, qayda olaraq gedəcəyik, bir də konfliktlərin həll edilməsi. Məşğələnin idarə edilməsi mexanizmləri məşğələ və qrup fəaliyyətinin düzgün təşkil olunması üçün, hər bir uşağın ondan nə tələb olunduğunu və necə davranmalı olduğunu, konkret situasiyada necə davranmalı olduğunu bilməlidir. Ona görə də biz bu mexanizmlərdən istifadə edirik. Bunun üçün tərbiyəçi müəllim onlara düzgün qaydanı, düzgün proseduru və düzgün gözləntini qurmalıdır. Onlara bunları başa salmaq lazımdır ki, onlardan nə istədiyimizi bizə qarşılıqlı olaraq cavab niyyətində qaytara bilsinlər. Nə dedi? Dedi ki, əgər uşaqlar hansı situasiyadan çıxmalı olduqlarını bilmirsə, uşaqlar hansı situasiyada necə davranmalı olduqlarını bilmirsə, uşaqlar ondan nə tələb olunduğunu və necə davranmalı olduğunu bilmirsə, deməli biz düzgün qaydanı, düzgün proseduru, düzgün gözləntini qurmamış oluruq. Birinci biz gözləntidən başlayacağıq. Gözlənti nəyə deyilir? Gözləntinin açar sözləri nədən ibarətdir? Baxın, bu formada irəliləyəcəyik. Sonra digər mexanizmlərdən bəhs edəcəyik. Gözlənti nədir? Normal tədris mühitinin saxlanılması üçün müəyyən edilmiş təlimatlar sistemidir gözlənti. Bu təlimatlar uşaqlardan gün ərzində hansı davranış gözləndiyini göstərir. Gözlənti müəllimlər geniş, bütün insanlara aid formada, sadə, anlaşıqlı tərzdə, sayda məhdud, müsbət yazılmalıdır. Baxın, bunların hər biri, dediyim sözlərin hər biri gözləntiyə aid açar sözlərdir. Nə dedi? Dedi ki, təlimatlar uşaqlarda gün ərzində hansı davranışı gözlədiyimizi biz çatdırırıq. Gözlənti dedik ki, geniş formada aparılmalıdır. Bütün insanlara aid, yəni bütün uşaqlara, qrup içərisindəki bütün uşaqlara aid formada olmalıdır. Sadə, anlaşıqlı dildə uşaqlara çatdırmaq lazımdır. Sayca məhdud olmalıdır, müsbət formada yazılmalıdır. Bunları biz sizin nəzərinizə çatdırdıq. Sonra nə deyə bilərik gözləntidən? Bircə dəqiqə. Aha. Gözlənti tərbiyəçi uşağın davranış fəaliyyəti ilə bağlı necə olması barədə ötürdüyü bir mesajdır həm də. Uşağa ötürdüyü səndən hansı gözləntiləri gözləyirəm kimi. Məsələn, gözləntilər 2 cür olur müəllimlər. Müsbət gözlənti, bir də mənfi gözlənti olaraq 2 yerə bölünür. Bəlkə də eşitmisiniz hardasa. İndi mən aydınlıq gətirmək istəyirəm buna. Müsbət gözlənti nəyə deyilir? Mənfi gözlənti nəyə deyilir? Müsbət gözləntilər müəllimlər uşağa stimul verir, yəni həvəs verir. Onları həvəsləndirmək üçün çox vaxt istifadə oluna bilər. Gözləntilərə müsbət gözlənti deyilir. Bəs mənfi gözlənti nəyə deyilir? Mənfi gözlənti isə müəllimlər uşağın marağına, həvəsinə bir növ göz ardı edən gözləntidir. Bir növ bütün həvəsinə, onun marağına, stimuluna balta çalırıq. Necə? Məsəl üçün mən mənfi gözləntiyə də bir aid gətirim, misal çəkim, müsbət gözləntiyə də. Mən inanıram ki, sən ali məktəbə qəbul olacaqsan. Uşaqdan gözlədiyim müsbət bir gözləntidir. Bir də var ki, müəllimlər, deyilir, sən oxuyanda səndən heç nə olan deyil. Bu isə uşağa duyduğumuz mənfi gözləntidir. Gördüyünüz kimi, hər cümlənin içərisində nə bəlli olduğu kimi, müsbət, bir hiss varsa cümlənin içərisində, uşağa duyduğumuz müsbət bir gözlənti varsa, adından da bəlli olduğu kimi müsbət gözləntiyə aid edilir. Adında da bəlli olduğu kimi mənfi gözləntinin içərisindədir. Cümlə içərisində uşağa mənfi gözlənti ötürülür. Təkrar edirəm. Məsəl çəkdik ki, mən inanıram ki, sən ali məktəbə qəbul olacaqsan, sən çox gözəl yerlərdə olacaqsan, sən çox gözəl iş yəhəsi olacaqsan. Bunların hər biri aiddir müsbət gözləntiyə. Bir də var ki, deyilir, sən oxusan da səndən heç nə olan deyil. Sən oxusan da heç bir yerə gəlməyəcəksən. Bu da duyduğumuz uşağa mənfi gözləntidir. Ona görə də müəllimin şagirdlərə göstərdiyi gözləntilərlə bağlı verdikləri rəylərin çox böyük önəmi olur müəllimlər. Onun gələcək həyatında tərbiyəçinin dediyi bir çox söz
naxış kimi işlənir, uşağın həyatına naxış kimi işlənir. Əsas olaraq müəllimlər, gözləntilər 3 yerə bölünür. Hamıya hörmətlə yanaşın gözləntisi, məsuliyyətli olun gözləntisi, bir də təhlükəsizliyə riayət edin gözləntisi. Bir onu deyə bilərəm ki, müəllimlər, gözləntiləri fərqləndirmək üçün onu aydınlaşdırmaq lazımdır ki, gözlənti nə formada olur? Gözlənti müəllimlər əmr formasında olur. Bir açar sözümüzdə baxın budur. Gözlənti əmr formasında verilir. Yəni xahiş deyil və yaxud uşaqdan istədiyimiz bir, nətər deyim, yumşaq formada aparılan bir xahiş formasında deyil də, yəni əmr formasında aparır gözlənti. Gözləntinin ən əsas açar sözü baxın budur. Eee, Bu formada onu digər məşğələnin idarə edilməsi mexanizmlərindən ayırd etmək olar. Göründüyü kimi hamıya hörmətlə yanaşın, məsuliyyətli olun. Burada qeyd olunduğu kimi əmr formasında işləndiyinə görə gözlənti hesab olunur. Gözləntilər əgər parçalanmaq olursa cümlə içərisində, məsələn, biz dedik ki, gözləntilər 3 yerə olaraq, əsas olaraq gözləntilər 3 yerə bölünür. Hamıya hörmətlə yanaşın gözləntisi, məsuliyyətli olun gözləntisi, bir də təhlükəsizliyə riayət edin gözləntisi. Ümumiyyətlə biz ümumiləşdirdik, 3 yerə böldük bu gözləntini. Elə deyib deyir ki, indi burda gözləntilər əgər içərisində parçalanırsa, parçalanma olursa, cümlə hissələrə ayrılırsa, demə burda bir gözləntinin, olmasından söhbət gedir. Məsələn, bunu necə mən sizə izah edə bilərəm? Hamıya hörmətlə yanaşın gözləntisi bu ümumi bir cümlədir. Biz onlara bunu desək, uşaq bilməyəcək. Bunun mənasını ki, burada nə deyir? Amma bu cümləni parçalara ayırıb onlara öyrədə bildirsə, deməli bu gözləntiyə aiddir. Məsələn, mən hamıya hörmətlə yanaşın gözləntisini parçalara ayırıram cümlə içərisində. Necə ayıra bilərəm? Hamıya hörmətlə yanaşın gözləntisinin içərisinə sakit işləyin, başqalarının rahat işləməsinə şərait yaradın, başqaları danışanda diqqətlə dinləyin, sözünüz olanda əlinizi qaldırın, nəzakətli sözlərdən istifadə edin. Bunların hər biri hamıya hörmətlə yanaşın gözləntisinin içərisinə daxil olan parçalardır, yəni fikirlərdir. Gördüyünüz kimi cümlə parçalara ayırdı. İçərisində başqa-başqa fikirlər yarandı. Sonra məsuliyyətli olun gözləntisini necə parçalara bölə bilərik? Vaxtında gəlin, tapşırıqları vaxtında yerinə yetirin. Görürsüz müəllimə, məsuliyyətli olun gözləntisi parçalara bölündü. Burada göründüyü kimi uşaqların vəzifəsinə oxşuyur. Yəni əmr formasında. Bunlar sənin vəzifəndir. Bunlar sənin, etməli olduğun vəzifələrində. Mən bunları sənə əmr formasında verirəm. Sonra təhlükəsizliyə riayət edin gözləntimiz var ki, burdan bunu necə parçalara biz bölə bilərik? Otaqda, dəhlizdə yeriyin, qaçmayın kimi, əl və ayaq hərəkətlərinizə nəzarət edin kimi, daha sonra hər hansısa bir hadisə baş verdikdə müəllimlərinizə xəbər edin kimi. Göründüyü kimi burada da hər biri əmr formasında işlənmiş olub, daxil olur. Hər biri təhlükəsizliyə riayət edin gözləntisinə. Baxın müəllimlər, bu oldu, gözlənti. Sonra biz edəcəyik prosedura. Prosedur nəyə deyilir? Ümumi olaraq indi biz gözləntidən də bəhs edək, təkrar olaraq qısa açar sözlərin. Dedik ki, gözləntilər əmr formasında olur, sadə, anlaşılır tərzdə deyilir. Daha sonra sadə cümlələrlə izah olunur. Qısa belə deyək də, daha çox sayca məhdud olur. Əsas olaraq gözləntilər 3 yerə bölünür. Hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Baxın, bu 3 dənə gözləntiyə bölünür. Bir də onu nəzərinizə çatdırım ki, əgər cümlə içərisində parçalanma olursa, bir cümlədən digər cümlələr törəyə bilirsə, söhbət burda gözləntidən gedir. Bu da gözləntinin bir açar sözüdür. Mən də daim, təlimlərimdə açar sözlərdən istifadə edirəm ki, müəllimlər üçün asan da olsun. Sonra keçid edirik biz nəyə? Prosedura. Prosedur nəyə deyilir bəs müəllimlər? Prosedur gözləntinin içərisində olan bir şeydir. Baxın, yadınızda saxlayın. Ümumiyyətlə prosedur bir prosesdir, icra mexanizmidir, istiqamətdir. Bunu necə izah edə bilərik müəllimə? Prosedur bir, tapşırığın yerinə yetirilməsi bir ardıcıllığını özünü göstərir. Yəni prosedur əgər bir, cümlə içərisində prosedurdan söhbət gedirsə, deməli burda bir alqoritm var, yəni addımlar silsiləsi var. Addımlar silsiləsi olaraq biz bunu görə bilərik. Müəllim öncədən uşaqlara öyrətməlidir ki, hansı bir proseslərin qarşılaşan zaman o uşağa qaranlıq qalmasın. Məsəl üçün, qrupa gec gələn uşağa aid bir prosedur olmalıdır. Qrup müzakirələrində iştirak edərkən bir prosedur olmalıdır. Bununla bağlı hər hansı bir prosedur yoxdursa, uşaq otağa daxil olarkən çox səs-küy sala bilər,
Bu zaman tərbiyəçinin keçdiyi məşğələ pozula bilər, amma bir proseslər zinciri, yəni prosedur yaradılırsa, uşaq artıq otağa daxil olarkən sakitcə yerinə əyləşməsi lazım gəldiyini biləcək. Müəllim məsuliyyətli olmalı, öz boynuna düşən öhdəliklərini uşaqlara düzgün çatdırmalıdır. O qeyd etməlidir ki, bağçaya vaxtında gəlmək lazımdır. Həmçinin qrupda müzakirə prosedurları var ki, uşaqların diqqətini müəllimə yönəltmək üçün lazım olan prosedurlar da var. Müəllimdən kömək istəmək üçün olan prosedurlar da var. Prosedurlar müəllimlər çox olur. Daha çox maraqlı olur əslində. Prosedurlar da hansısa bir ardıcıllığı dediyim kimi özünü göstərir. Müəllim uşaqda hansısa bir prosedur təyin edibsə müəllimlər, prosedura riayət etməməyin nəyin səbəb ola biləcəyini də təyin etməlidir. Baxın, yadınızda saxlayın. Təkrar edirəm, müəllim uşaqda hansısa bir prosedur təyin edibsə, prosedura riayət etməməyin nəyin səbəb ola biləcəyini də təyin etməlidir. Ya onun aydın formada uşağa izah etməyib, ya uşaqlar, prosedura necə riayət etmək ilə bağlı məlumatları yoxdur və ya müəllim sinif prosedurları ilə bağlı idarə etməyə vaxt sərf etməyib. Prosedurun öyrənilməsində 3 ardıcıl yanaşma vardır. Hansı yanaşmalardır? Əgər müəllim prosedurun nədən ibarət olduğunu uşaqlara öyrətsə, o zaman uşaqda bu aydın formada olacaq. Prosedur, qayda, gözlənti tətbiq olunarkən müəllim sinifdə israrlı olmalıdır. Yəni israrlı, belə deyək, addımlar göstərməlidir. Həmin sadaladıqları uşaqlar da öyrədə bilsin ki, israrlı formada, təkrar edərək. Məsələn, uşaqlar buna maraq göstərməyə bilər, amma müəllim 21 gün ərzində hər gün demək olar ki, bu prosesi həyata keçirsə, artıq uşaqlarda bir vərdiş halına gəlib çıxa bilər. Belə deyək, təcrübədə sinifin idarə edilməsinə lazım olan strategiyalara bəs nələrə aiddir? Qayda, prosedur, gözlənti. Bunların əvvəlində müəyyən etmək lazımdır ki, əziz müəllimlər, əvvəlcədən müəyyən etmək lazımdır ki, sonra uşaqlara başa salına bilsin. Ən sonda həmin o qaydalara, prosedurlara müəllimin özü də əməl etməli və uşaqlardan bunu tələb etməlidir. Uşağın hər hansısa bir davranışını gözü qarşısında müzakirə etməməlidir. Uşaqlarda bir maraq, bir stimul yaratmalıdır. Üzr istəyirəm müəllimdən. Aha. Sonra biz nədən bəhs edəcəyik prosedurlara aid? Hər hansısa işi yerinə yetirmək üçün bir qrup prosedura nədən bəhs edir? Bir qrup spesifik addımlar ardıcıllığıdır, yəni alqoritmdir. Biz bundan bəhs etdik bayaqda. Uzun, uzadı, mürəkkəb sözlərdən ibarət olan, yerinə yetirilməsi çətin olan prosedurlardan istifadə etmək olmaz. Baxın, yadınızda saxlayın. Qısa, sadə, yerinə yetirilə bilən, anlaşıqlı olmalıdır prosedurlar. Əmr formasında ya indiki zamanda olmalıdır, prosedurun öyrədilməsi zamanı. Belə deyək də, indiki zamanda aparılır. Açar sözümüz budur. Yəni ya keçmiş, nə də ki, gələcək zamanda aparılır. Yalnız və yalnız prosedur, indiki zamanda aparılır. 3 formada möhkəmlənmə qaydası var. Birinci öyrədirik, ikinci məşq edirik, üçüncü möhkəmləndiririk. Yəni bu formada. Uşaqlar əgər, təkrar edirəm, proseduru pozursa bunun 3 əsas səbəbi var. Birinci, uşaqlar prosedurun nədən ibarət olduğunu bilmirlər. İkinci, uşaqlar prosedurun necə tətbiq olunacağını bilmirlər. Üçüncü, tərbiyəçi müəllim prosedurlara vaxt sərf etməyib. Məsələn, məşğələnin başlanması prosedurunu necə ifadə edə bilərik, necə istifadə edə bilərik? Bir prosedurumuz budur. Birinci olaraq nədən ibarətdir? Müəllimdən kömək istəyərkən prosedurumuz var ki, şəhadət barmağımızı qaldırırıq. Biz bunu uşağa birinci öyrədirik. Səbrlə müəllimin bizə görməsini gözləyirik. İkinci addımımız. Üçüncü addımımız isə səbrlə müəllimin bizə yaxınlaşmağını gözləyirik. Dördüncü addımımız isə artıq tərbiyəçi müəllim uşağa yaxınlaşır, onun barmağını görür, uşağa yaxınlaşır, ondan ayağa qalxıb sualını verməsini istəyir. Burada müzakirə prosedurumuz var ki, müəllimin işarəsi ilə danışırıq, danışanı diqqətlə dinləyirik, baxışları ona yönəldirik, qarşılıqlı hörmət prinsipinə riayət edərək danışmaq üçün əlimizi qaldırırıq. Daha sonra məşğələdə səs-küyü sakitləşdirmə proseduru da var ki, müəllim əlini qaldırır və gülümsəyir, uşaqlar əlini qaldırır və gülümsəyir. Göstərdiyim hər bir prosedurda gördüyünüz kimi müəllimlər, hər biri
ardıcıllıq formada, alqoritm formasında aparılır. Təkrar edirəm, müəllimdən kömək istəyərkən prosedurunu. Uşaq şəhadət barmağını qaldırdı, səbirlə müəllimin onu görməsini gözlədi, səbirlə müəllimin ona yaxınlaşmasını gözlədi. Tərbiyəçi müəllim ona yaxınlaşdı və onu ayağa qaldırıb sualını təkrar etməsini istədi. Baxın, bu müəllimdən kömək istəyərkən apardığımız ən bəsitindən bir prosedurdur. Prosedur istənilən formada aparıla bilər. Məsəl üçün, qida vaxtı, qidalanma vaxtı, məsələn, nahar yeməyi olan vaxtında da prosedurumuz ola bilər ki, 1-ci hamam otağına daxil olub əl üzümüzü yuyuruq, 2-ci olaraq əlimizi təmiz, səliqəli formada silirik, 3-cü, stəkanımızı, boşqabımızın səliqəli olduğuna riayət edirik. Daha sonra 4-cü, yeməyi yedikdən sonra təkrar formada hamam otağına daxil olub, əlimizi təmiz yuyuruq. Baxın, bu formada istədiyiniz formada prosedur yarada bilərsiniz. Dediyim kimi prosedurlar sadə formada və indiki zamanda olmalıdır. Proseduru 3 formada biz möhkəmləndirə bilirik. 1-ci proseduru uşaqlara öyrədirik, 2-ci proseduru uşaqlara məşq elətdiririk, 3-cü də təkrar formada möhkəmləndiririk. Baxın, bu 3 anlaşıqlı tərs. Uşaqlar hələ də işinə davam edən yoldaşını sakitcə dinləməyə dəvət edirlər. Sual vermək istədikdə əlini qaldırırlar, səbirli olurlar, müəllimin icazəsini gözləyib sualı soruşurlar. Gördüyünüz kimi bu da prosedurun nəticəsində olan hərəkətlərdir. Bəs müəllimlər, indi birazdan qayda, mövzusunu keçəcəyik. Bəs prosedurla qaydanın fərqi nədən ibarətdir? Prosedurla qaydanın fərqi ondan ibarətdir ki, qaydalar davranışla bağlı olur, yadınızda saxlayın. Qaydalar davranışla bağlı olur və uşaqlar üçün ciddi təhlükə yaradan zaman vəziyyətlə bağlı olur. Prosedurlar isə hər hansısa bir işin hər zaman eyni qaydada yerinə yetirilməsi üçündür. Qayda pozulduqda cəza tətbiq olunur, bu da bir haldır. Prosedurda isə məşq edilir. Daha sonra 3-cü qaydanın sayı 5-dən artıq olmur. Prosedurda isə dediyim kimi sizin təxəyyülünüzə baxır, sizin istəklərinizə baxır. Prosedurlar çox ola bilər. Sonra gəlir qaydaya. Bəs qaydadan söhbət nədən gedir? Qaydalar müəllimlər adətən davranışla bağlı olur. Adətən yox, əksər hallarda uşağın davranışı ilə bağlı olur. Daha çox mənfi davranışlara məhdudiyyət qoyulması və müəyyən işlərin məcburi şəkildə yerinə yetirilməsi şəklində ifadə olunur. Yəni uşağın davranışı ilə bağlı oldu, sayca məhdud oldu, mənfi davranışa məhdudiyyət qoyulması üçün apardı. Qaydalar uşaqlarla birgə yaradılmalıdır. Baxın müəllimlər, açar sözümüz bundan ibarətdir ki, qaydalar uşaqlarla birgə yaradılmalıdır. İnkar yox, təsdiq cümlələrindən istifadə olunmalıdır. Bayaq nə dedik? Dedik ki, həm prosedurda olsun, həm də gözlənti əmr formasında aparılır. Elədir? Biz prosedurda dedik ki, indiki zamanda aparılır. Bu da prosedurun açar sözü idi. Amma qaydanın açar sözü inkar yox, təsdiq cümlələrindən istifadə olunmalıdır. Bunu necə açıqlaya bilərik? Məsəl üçün, inkar yox deyəndə nə nəzərdə tutulur? Ma, mə, maq, mək şəkilçiləri, bunlar hamısı inkar şəkilçiləridir, elə deyil? Bu şəkilçilərdən istifadə etmək olmaz. Məsəl üçün, qaçma, getmə əvəzinə, məsələn, qaçma əvəzinə yerimək lazımdır. Qaydanın sayı dediyimiz kimi çox olmamalıdır. 3-5 qayda kifayət edir qrup otağında. Qaydaların hazırlanmasında müəllimlər, uşaqların iştirakı ona görə vacibdir ki, insan psixoloji olaraq özünün tərtib etdiyi qaydaya daha çox əməl etməyə çalışır. Yadınızda saxlayın, qaydalar tətbiq olunarkən uşaqlarla birgə yaradılmalıdır. Bəs qaydalar hazırlanarkən biz nələrə əməl etməliyik müəllimlər? 1-ci, sadə olmalıdır təkrar olaraq, dəqiq olmalıdır, aydın olmasına, qeyri-müəyyənliyi, yəni cümlə içərisində qeyri-müəyyən olan, uşaqlara qaranlıq qalan sözlərdən istifadə etməməyə, yol verməməyə diqqət yetirmək lazımdır. Uşaqlar nə demək istədiyinizi aydın, sadə dildə başa düşməlidirlər. 2-ci, davranışla bağlı olmalıdır. Məşğələ fəaliyyətlərinə və idraki fəaliyyətə aid etməməlidir. Təkrar edirəm, ən əsas açar sözümüz budur ki, qayda davranışla bağlı olmalıdır. Məşğələ fəaliyyətlərinə, yəni düzəltdiyi, belə deyək, fəaliyyətlərə, düzəltdiyi əl işlərinə aid olunmur və idraki fəaliyyətə aid edilmir. Yəni uşağın zehni fəaliyyəti buna aid edilmir.
Üçüncü, müsbət dildə yazılmalıdır. Təkrar edirəm. İnkar yox. Yəni ma, mə, maq, məq şəkilçiləri olmamaq şərti ilə təsdiq cümləsi qurulmalıdır. Belə etmək olmaz əvəzinə, belə etsən daha yaxşı olar şəklində. Dördüncü, edilə bilən olmalıdır. Özünüzə hörmət edin. Gördüyünüz kimi anlaşıqsız tərzdədir. Uşaq nə bilsin ki, özünüzə hörmət edin sözü nə deməkdir? Və sanki mücərrəd olduğu üçün əlçatan deyil. Bunu belə deyək, real formada uşaqların bildiyi sözlərdən, bildiyi cümlələrdən istifadə etməklə çatdırmaq lazımdır. Beşinci, çox gözəl bir məqamdır. İllüstrasiyalardan diqqət etmək lazımdır. İllüstrasiyalarla, şəkillərlə nəzərə çarpan etməliyik ki, uşaqlar daha maraqlı olsunlar, uşaqlar daha maraq yetirsinlər qaydalara. Qaydalar pozularkən ədalətli cəzalardan da istifadə etmək lazımdır. Necə? Məsəl üçün, stolun üzərinə boyanı dağıtmısansa, elə uşağın özü təmizləməlidir. Digər cəza tədbirləri məntiqsiz və aidiyyətsiz görünmüş olacaq uşağa. Mükafatlı müəllimlər yadınıza salın, saxlayın. Cəza qədər də önəmlidir. Mükafat da cəza qədər önəmlidir. Məsələn, dostunun yanında oturmaq kimi, İstədiyi nüansı birlikdə tətbiq etmək kimi bir sıra qayda nümunələri verək. Təlimatlara qulaq as və əməl et. Daha sonra danışmamışdan əvvəl, yerindən durmamışdan əvvəl əlini qaldır, nəzakətli sözlərdən istifadə et. Daha sonra biz bunlara nə əlavə edə bilərik? Eee, qaçma əvəzinə belə yerimək lazımdır kimi sözlərdən biz istifadə edə bilərik. Qayda tətbiq olunarkən dedik ki, qaydadan inkar şəkilçisi olmamalıdır. Təkrar edirəm, ma, mə, maq, məq şəkilçisi biz istifadə etmirik. Qayda təsdiq formasında olmalıdır. İnkar tipli cümlələr qaydaya aid edilmir. Məsələn, prosedur yazılarkən sadə, qısa, adətən üçüncü şəxsin cəmində olan nəqli və əmr cümlələrindən ibarət olursa, amma qaydada əmr cümləsi olmur, inkar olmur. Qaydalar da iki qrupa bölünür. Bayaq gözləntidə dediyimiz kimi 2 qrupa bölünmüşdü. Qayda da 2 qrupa bölünür. Ümumi qaydalar var, bir də xüsusi qaydalar var. Ümumi qaydalar başqalarına hörmətlə yanaşın deyəndə təbii ki, ümumi məqsəddə tuturuq bunu, amma kobud ifadələrdən istifadə etmə, vaxtında qrupa gir, pis sözlər demə. Artıq burda xüsusi qayda göstərilir. Bunların hər biri xüsusi qayda formasında aparılır. İndi qayda cümləsinə çevirmək lazımdır. Görürsünüz, bunların hər birində ma, mə, maq, məq şəkilçisi istifadə olunur. Vaxtında qrupa gir kimi, məsəl üçün biz ümumi qayda, xüsusi qayda apara bilərik. Daha sonra başqalarına hörmətlə yanaşın bu ümumi qaydaya aid edilir. Yəni bir şəxsin təkinə aparılırsa, bu xüsusi qaydadır. Əgər cəm şəkilçisi varsa, bu da ümumi qaydadır. Uşaqlar qayda pozuntusuna yol verdikdə müəllim bunu onlara necə çatdıra bilər bəs müəllimlər? Lövhədə istifadə edə bilər, lövhədən istifadə edə bilər, uşağın adını lövhəyə yaza bilər, həmçinin uşağa rəngli biletlər təqdim edə bilər. Sarı, qırmızı, yaşıl bu müəllimin öz istəyinə baxır. Və ya model də, bu o deməkdir ki, uşaqların adları yazılan kağız modelləri olur ki, həmin uşağın adını ən üst hissəyə çıxarmaqla bunu onlara bildirə bilərsən. Məsələn, Əli məni bu gün çox incitdi elədi. Mən Əlini adını sıra olaraq qaldırıram qırmızı məsələn, eee, kağızın altına, qırmızı rəngin altına. Artıq Əli orada biləcək ki, mən müəllimənin verdiyi qaydalara əməl etmədiyimə görə mənim adım və yaxud mənim şəklim qalxdı ora. Baxın, bu formada uşaqlar öz adlarını oxuya bilmədiklərindən daha çox şəkillərini biz etsək daha məqsədə uyğun olar. Qaydaların dedik ki, sayı əsasən 3-5 arası olmalıdır. Ən optimal miqdar baxın budur. Çünki uşaqlar nə qədər çoxlu qaydalar tətbiq etsək, bir o qədər də məqsədə uyğun hesab olunmur. Nəyə görə? Çünki uşaqlar sıxıla bilər. Müəllimlər, sonra proaktiv və reaktiv yanaşmalar var ki, proaktiv yanaşmalar deyəndə nə nəzərdə tutulur? Müsbət tipli yanaşmalardır proaktiv yanaşmalar. Yəni müəllim əvvəlcədən planlı olur, effektiv məşğələ keçir, planlı proqramlı, nəticə yönümlü müəllimə proaktiv yanaşmaya daxil olan müəllim deyilir. Bəs reaktiv yanaşma nəyə deyilir? Reaktiv yanaşma da mənfi tipli yanaşmadır. Məşğələ zamanı hədə-qorxu ilə həll edir söhbəti, qışqırır, kobud ifadələrdən istifadə edir, plansız, proqramsız olur. Bu da reaktiv müəllimdir. Proaktiv müəllim tam tərsi planlı, proqramlı, nəticə yönümlü müəllimdir. Reaktiv müəllim isə
Plansız, proqramsız, elə qorxu ilə işini həll edən, uşaqlara kobud ifadələrdən istifadə edən müəllimə deyilir. Bəs müəllimlər, bir, məşğələnin idarə edilməsi mexanizmlərimizdən sonuncusu var ki, qrup daxili konfliktlərin həll edilməsidir. Ümumiyyətlə insanın olduğu hər bir yerdə rast gəlinən bir faktordur qrup daxili konfliktlərin həll edilməsi. Yəni insan harda varsa müəllimlər, orada da gərginlik ola bilər. İstər uşaq olsun, istər böyük olsun, fərqi yoxdur. Daxili konflikt zamanı 4 məsələyə biz diqqət yetirmək lazımdır ki, bunlardan birincisi odur ki, problemin nə olduğunu birinci müəyyən etmək lazımdır. İkinci, uşaqlara siz belə bir vəziyyətdə düşsəydiniz, nə edərdiniz kimi sual-cavab təşkil olunmalıdır. Üçüncü, mümkün beyin həmləsi ilə həll yolları irəli sürmək lazımdır və bir və ya bir neçə situasiyanın rollu oyunlarla oynanılması təqdim olunur. Dördüncü, sonuncu, belə deyək, məsələyə diqqət yetiririk. Konflikti həll etmək üçün qrup iclası keçirilməsi, yazılı şəkildə ortaq dəyərlərin yaradılması lazımdır ki, xüsusi müəllim strategiyalar tətbiq olunması çox vacib hesab olunur. Sinifdaxili iclasların da keçirilməsi də ortaya çıxan hər hansısa problemin, konflikti müzakirə edərək həll etmə baxımına gəlib çıxardır. Amma diqqət yetirmək lazımdır ki, əziz müəllimlər, burada uşaqları utandıracaq sözlərdən istifadə olunmasın. Ortaq dəyərlərin yaradılması lazımdır. Məsuliyyətlilik barədə ortaq dəyərlər yaratmaq lazımdır. Ortaq qərarlar var ki, bütün sinif üçün var. Bütün bunların hər biri, belə deyək də, sinif, daha çox biz sözündən istifadə olunur. Biz özümüz düşüncələrimiz, özümüzün davranışımız, fiziki sağlamlığımız, məqsədimiz üçün məsuliyyət daşıyırıq, elə deyil? Amma fərdlər üçün olanlarda isə mən özüm, yəni, biz sözünü qoyuruq kənara, artıq fərd olaraq özümüz üçün, öz hisslərim, öz hərəkətlərim, öz məsuliyyətim, baxın bu tipli olur. Xüsusi müəllim strategiyaları da var ki, oyunlar, belə deyək, oyunlar tərkibli hansısa bir taktika ilə həyata keçirilməlidir ki, bu da time out götürmək və yaxud situasiyaya geri qayıtmaq tipli də olur. Time out götürmək nə deməkdir bəs müəllimlər? Bu time out götürmək sözünü konfliktlərin həll edilməsi mərhələsində biz eşidirik yalnız. Taymat götürmək odur ki, mübahisə görülsə ki, daha da çətinliyə doğru gedir, daha da davaya doğru gedir. Həmin ərazidən uşaqları uzaqlaşdırmaq, emosiyalarına sahib olmağımız lazım gəlir. Artıq uşaqlar həmin ərazidən uzaqlaşanda, dayə birini götürüb aparanda, müəllim birini götürüb aparanda uşaqlarla fərdi formada söhbətlər apara bilirik. Bu zamanda uşaqların həmin o emosiyadan çıxarmış oluruq. Mübahisəyə geri qayıtmaq isə geri qayıdıb qarşı tərəfə onun haqqında müsbət bir şey söyləməkdən keçir. Bu da oldu time out götürmək. Bu qədər müəllimlər. Gözlənti, prosedur, qayda, yəni məşğələnin idarə edilməsi mexanizmləri bunlar idi. Sonuncu olaraq da biz sinif daxili konfliktlərin həll edilməsinə değindik. Kimin nə əlavə sual